Bugün gecə saatlarında Bakıda dəhşətli qəza baş verib. Hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Belə ki, gecə 4 radələrində SOQAR-a məxsus yanacaq daşıyan avtomobil minik maşını ilə toqquşaraq yaxınlıqda yerləşən Lukoil şirkətinə məxsus yanacaq doldurma məntəqəsinə çırpılıb. Hadisə ilə bağlı təbibdən bildirilib ki, bugün saat 03:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri Nizami rayonundan çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər müştərək travma diaqnozu ilə Sabunçu tibb mərkəzinə hospitalizasiya olunub. Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar. Xəbər verdiyimiz kimi Samurda ağır yol qəzası zamanı 3 nəfər həlak olub. Ölənlərdən ikisi Samir Əhmədov və Fəridə Əhmədova ər-arvaddır. Həlak olan 3-cü şəxs isə onların qohumu Aqilə Aliyevadır. Qəza zamanı vəfat edən ər-arvadın 17 yaşlı övladları Əhməd Əhmədov və avtomobillərdən birinin sürücüsü müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.